Salam dostlar, kanalıma xoş gəlmisiniz. Bu gördüyünüz görüntülər 2025-ci ildən qalıbdı. 2025-ci ilin son günü 31 dekabrda mən başladım vlog çəkməyə. Əvvəlcə otağı səliqəyə salmaq istədim. Burada da qızım təltif olunub. Gimnastikada yeni illə bağlı tədbir keçirilirdi. Həmin tədbirdə. Evimiz isə belə səliqəsiz bir vəziyyətdədir. Bugün həm evləri səliqəyə salacağam, həm də dərindən təmizlik edəcəm. Balıqlarımızın da suyunu dəyişəcəm. İstəyirəm ki, özümüz, balıqlarımız və evimiz yeni ilə təmiz çıxsın. Yeni ili də evdə keçirməyəcəyik. Gedəcək restorana, qohumlarımızla bir yerdə təxminən 20 nəfərlik bir heyətlə gözəl bayram keçirməyi düşünürük. Əvvəlcə mətbəxə keçirəm. Burada mən qatıq almışam, dovğa hazırlayacağam. Ümumiyyətlə yeməklər də bişirəcəm. Ancaq əvvəlcə təmizlik işlərinə keçirəm. Çiçəklərimin yarpaqlarını silirəm. Hər birini çoxlu tozlanmışdılar. Qızım da mənə yaxından kömək edir bu işlərdə. Daha sonra pəncərələri silirəm, şüşələrini tərtəmiz edirəm. Ümumiyyətlə həftə içi boş zamanım çox az olur. Həm uşaqlarla məşğul oluram, yəni şəkildə, onlayn şəkildə. Eyni zamanda qızımı məktəbə aparıram, gətirirəm və onun şahmatı, gimnastikası, digər boş günlərimizdə də bunlarla məşğul oluruq. Ona görə də təmizliyə çox vaxt ayıra bilmirəm, dərin təmizliyə. Burada isə dərin təmizlik edirəm. Divanları açmışam, onların içini təmizləyirəm. Ara hissələrinə tozlar yığılır və üzərinə sərdiyim divan örtüklərini yuyuram. Hər yeri təmizləyirəm. Hətta könül istərdi ki, pərdələri də yuyum, ancaq düşündüm ki, gecə olacaq. Quruda bilməyəcəm, çünki artıq bugün ayın 31-idir. Həm də çox yorulmayım ki, yeməklər də hazırlaya bilim. Yoldaşım da həyətdə işləyir. O da həyəti səliqəyə salır. Çoxlu yarpaqlar tökülüb, onları toplayır. Burada isə öz uşaqlıq illərimin mahnılarına qulaq asıram və belə şən mahnı sədaları altında təmizlik işlərimi yekunlaşdırıram və keçirəm mətbəxə. Burada hinduşka görürsünüz. Bibim mənim üçün göndərib, göyərtidir, qatıqdır və keçirəm yeməkləri hazırlamağa. İş görə video çəkmək, xüsusilə də yemək hazırlayarkən video çəkmək biraz çətin başa gəlir. Gördüyünüz 2 qat olur. Mən də tələsirdim. Ona görə də çox çəkmədim sizin üçün. Qısa çəkmişəm, amma nələr hazırlamışam sizin üçün yazacağam. Burada hinduşka qaynayır. Ondan çığırtma hazırlayıram. Bol soğanı. İçinə isə anam mənim üçün zoğal turşusu verib. Daha doğrusu zoğalı qurudub. Onlardan əlavə edəcəm və çox dadlı, ləzzətli yemək alınır. Keçəcəm, stalişli salat hazırlayacağam. Daha sonra şirniyyat da bişirməliyəm və dovğa hazırlayacağam. Siz yeni ildə nələr edirsiniz, hansı yeməkləri hazırlayırsınız? Adətən həmişə aş da bişirirdim. Ancaq bu dəfə aş hazırlamamışam. Çünki dediyim kimi yeni ili evdə qeyd etməyəcəyik. Yenə də evdə yemək olsun deyə bunları tez-tez hazırlamağa çalışıram. Və siz yeni ildə hansı yeməkləri hazırlayırsınız? Mən adətən həmişə aş da hazırlayırdım, ancaq bu dəfə hazırlamadım. Tortu isə həmişə özümün məşhur hazırladığım bir tort var, yuxa tortu və resepti də kanalımda mövcuddur. Çoxlu videolar var həmin tortla bağlı. Həmin tortu hazırlayırdım, ancaq bu dəfə tort hazırlamadım. Çünki dediyim kimi yeni ili evdə qeyd etməyəcəyik. Və aş hazırlamaqda təxirə saldım tələsdiyim üçün. Və bu yeməklərlə kifayətlənmək olduq. Ancaq hinduşka qovurmamız dəhşət ləzzətli alınmışdı. Evdə hamı çox bəyəndi. Burada isə doğamdır. Bu da öz yerində mükəmməl dadırdı. Əslində mən şirniyyatı hazırlayanda və salatı hazırlayanda da qısa videolar çəkmişdim. Ancaq montaj zamanı baxıram ki, həmin videoları səhvən silmişəm. Telefonumda çoxlu videolar olduğu üçün yer problemi yaşayıram və həmin videolar təəssüf ki, bilmədən silinib. Amma siz, mən artıq dedim, bildiniz ki, şirniyyat və salat da hazırlamışam. Evimi də bax, belə səliqəyə salmışam. Hər yer tərtəmiz, gül, çiçək kimidir. İndi isə gedirik hazırlaşaq və qohumlarımızla birlikdə böyük bir stol arxasında yeni ili qeyd etməyə. Artıq 3 ildir ki, yeni ili qohumlarımla birlikdə Gəncə şəhərində Nostalji restoran var, orada qeyd edirik və 2 il çox razı qalmışdıq, hər şey qaydasındaydı, çox bəyənmişdik. Canlı musiqi, yeməklər, xidmət səviyyəsi, hər şey öz yerində mükəmməl idi. Ancaq bu dəfə biraz bəyənmədik. Bəyənməməmizin səbəbi isə xidmət səviyyəsinin çox aşağı olması idi. Əvvəlki illərə nisbətən xidmət çox zəif idi, yeməklər gec gəlirdi və dadlarını çox da bəyənmədik. Ancaq məkan olaraq yenilənmiş bir məkan idi və müğənnilər çox yaxşı idi, əyləncəli etməyə çalışırdılar. Yenə də dedik, güldük, oynadıq, əzizlərimizlə söhbət etdik və bu nəyə desən dəyər, maraqlı bir gün, yeni il keçirməyə çalışdıq.
Daha sonra isə yoldaşım bu görüntüləri mənə göstərdi və qızım necə sevinirdi. Bir bilsəniz, Şaxta babanı belə görüb, yeni ildə uşaqların, elə böyüklərin də məncə ən sevdiyi Şaxta babadır. Hər kəs onu gözləyir. Uşaqlığımızdan həmişə onun hədiyyələr gətirdiyini, bizi sevindirdiyini görmüşük. Ona görə də istər-istəməz bu yaşımızda da olsa Şaxta babanı görəndə çox sevinirik. Daha sonra isə o məclisə gəldi. Məclisi daha da şənləndirdi. Uşaqlar, böyüklər hər biri oynayırdılar. Coşqu ilə, sevgi ilə və artıq 12-yə son saniyələr qalırdı. Bu gözəl atəşpəş anlığı ilə bizim bugünkü məclisimiz yekunlaşdı. Dostlar, yəqin ki, hər dəfə təkrarçılıq edirəm və sizi bu sözlərlə yormaq istəmirəm. Amma yenə də xatırlatmaq istəyirəm ki, hələ də mənim kanalıma abunə deyilsinizsə, ancaq videoları bəyənirsinizsə, kanalıma abunə olmaqla mənə dəstək olmağı unutmayın. Növbəti videolarda görüşənə qədər yeni iliniz mübarək.